Yəni İrandan soruşmaq lazımdır ki, həmin nəyimə lazımdır ki, Bahreyndə kiminsə hərbi bazası var, yoxsa yox. Və yaxud da Kuveytdə, Qətərdə kimin hərbi bazası var, yoxsa yox. Bu həmin ölkələrin suveren hüququdur da. Sabah istəməzlər, özləri deyəcəklər ki, çıxın gedin Amerikanlara. İranın nə işi var ki orada? Yəni təsəvvür eləyin ki, Bahreyn və yaxud da Qətər sabah çıxıb bəyanat verir ki, İranın Çinlə, Rusiya ilə hansısa bir əməkdaşlığını biz əleyhinəyik. Qoy onlar məsələn Boşer stansiyasını ruslar tikir də, bilirsiniz. Rusiya tikir. Sabah tutalım Qətər ya Bahreyn ya Oman çıxır deyir ki, bilsiz nə var? Ruslar oradan çıxıb getməlidir. Boşer atom stansiyasını tikmək bizim maraqlarımıza ziddir, çünki İranlılara gizli olaraq nüvə texnologiya götürürlər. Haqları da var, belə bir ehtimal da var yeri gəlmiş. Onda nə olacaq? İran nə deyəcək? İran deməyəcək, siz kimsiniz? Mən özüm bilərəm. Eyni şey bura da aiddir də. Başqa ölkənin ərazisində olan hərbi bazanın İran nəyinə lazım? Nə işinə qarşı? Mən demirəm, o hərbi bazalar mütləq olmalıdır. İnşallah elə bir dünya, əgər bir romantik bir mənzərə cızmaq istəyiriksə, inşallah elə bir dünya yaransın ki, heç bir ölkənin digər ölkədə hərbi bazasına ehtiyac qalmaz. Amma acı reallıq var da. Acı reallıq da ondan ibarətdir ki, İranın təhdidindəndir hərbi bazalar orada. Başqa kimə görədir? Yəni, İran normal sivil bir dövlət olandan sonra o hərbi bazalar doğrudan da bəlkə bir müddətdən sonra orada heç lazım olmayacaq. Söhbət ondan gedir və burada İran başqa ölkələri öz suverenliyinə hörmət etməyə çağırırsa, eyvallah, lap yaxşı, haqqıdır, çağırsın. Amma başqa ölkələrin suveren hüquqlarına niyə toxunublar ki? Necə demək olar ki, məsələn, Bahreyndən oradan bütün Amerika silahlı qüvvələrini çıxar. Bahreyn çıxıb deməzmi ki, sən kimsən? Özüm bilərəm. Mənim müstəsna hüququmdur. Yəni, bu nöqteyi nəzərdən bu tipli açıqlamalar öz xalqı da deməzdim. Xalq da çox ağıllıdır İranda, cəmiyyət çox ağıllıdır, bilgidir İranda. Onun bir qisminə, 10%-nə, 15%-nə hansılar ki, küçələrə çıxırlar, hakimiyyəti dəstəkləyirlər, mitinglərdə boy göstərirlər və onlara hesablanır. O səsküylü azlıqdır. İranda bir suskun çoxluq da var. Bir gün o suskun çoxluq dilə gələcək. Bax, söhbət ondan gedir.